yəni hansı şərtçisi nə oldu? In üstü 4. Eləmi? Gəlin bunu açaq görək hansılardır? In, ün. Bəs im forması var mı onun? Burada gördük. İm var burada? Yoxdur. Bəs necə oldu im artırıldı yəni hal formasında? Mənlə bizə bunlar artırılmır. Bunun inin təhrif olmuş forması, yəni m forması artırılır, im forması artırılır. Yəni yerli çalın şəkilçisi bizdə, məndə imi görəndə təəccüblənməyin ki, yəni bunun formada açıq deməyin ki, im forması yoxdur, bu im nədir burada? Yəni təəccüblənməyin. Deməli ki, buradakı im nədir? Yerli çaldır. Sırf nəyə artırılır? Ancaq 2 dənə əvəzliyə. Başqa söz var. Mənlə biz əvəzinə artırılır və nə olur? Yerli çal olur. Başa düşdünüz? Yəni mənlə bizdə imi görəndə təəccüblənməyin ki, bu yerlik deyil, başqa şəkildə. Elə bir söhbət yoxdur. Müəyyən yerli çal, yerlik məzmunu konkret şəkildə ifadə edir. Qeyri-müəyyən yerli çalda yoxdur. Məsələn, bunu mən qoydum cibimə. Elə, dərsə belə cibim. Siz deyə bilərsiniz, mənim cibimdə marker var. Ha? Sizin üçün deyir, mənim cibimdə məsəl üçün marker var. Siz deyə bilərsiniz, ola da bilər, olmaya da bilər sizin fikrinizdə. Eləmi? Siz çünki onu görmürsünüz. Elə? Amma marker mənim əlimdə deyirəm, əlimdə marker var. Müəyyən də bu, göz qabağındadır da. Şəkilçi də elədir. Şəkilçi göz qabağındadır, müəyyəndir. Qeyri-müəyyən nədir? Gözümüzlə görə bilmirik onu. Axtarıb tapmalıyıq. O qeyri-müəyyəndir bizim üçün. Onu indi tapmaq yollarını qeyd edəcəm, bəli. İndi yəni burada qeyd edilmişik ki, konkret şəkildə ifadə edir. Yəni konkret şəkildə görünür, gözümüzün qabağında olur. Amma qeyri-müəyyən yerlik halda yerlik məzmunu konkret olmur. Yəni tam gözümüzün qarşısında olmur. Müəyyən yerlik hal müstəqil olaraq təsvirlənən feillər sintaktik əlaqəyə girmir. Yəni sənin gəldi deyə bilməzsən. Müəyyən yerlik haldır, yanında da təsvirlənən feildir. Mümkündür. Necə mümkündür bəs? O mümkün olma variantı varmı? Bəli var. Necə olur? Qoşmaların işlənəndə. Sənin gəldin yanına üçünü artır. Sənin üçün gəldi. Oldu. Deməli, müəyyən yerlik hallı söz nə verir? Müstəqil şəkildə təsvirlənən feilinə əlaqəyə girə bilmir, amma qoşmalarla işlənəndə əlaqəyə girə bilir. Burada göstərdiyimiz kimi sənin gəldi yox, sənin üçün gəldi. Bu oldu. Sonra müəyyən yerlik halda təsvirlənməyən feillə əlaqəyə təsvirlənməyəndən əlaqəyə girə bilir. Sənin yazmağın, onların oxuyanı, burada aynən feili sifətdir, burada məsdərdir. Müəyyən yerlik hal sözdə özündən sonra gələn mənsubi şərtsiz sözdən asılı. Deməli, müəyyən yerlik halı söz, mən az öncə qeyd elədim də, nədən asılıdır? Mənsubi şərtsiz sözdən asılıdır. Mənsubi şərtsiz söz müstəqil gələ bilər özü. Yerlik hal olmaya bilər orada. Amma yerlik halı söz 99% mənsubi şərtsiz sözdən eyni cümlədə olmalıdır. Başa düşdünüz? Yəni elə ola bilər, istisna hallarda məsələn kitab mənimdir. Xəbər oldu, müstəqil formada xəbər ola bilər müəyyən yerlik halı söz. Amma yerdə qalan digər hallarda bu istisnalar çıxmaq şərtindən müəyyən yerlik halı söz nə olur? Nə olur? Yanındakı mənsubiyyətlə həmişə bir yerdə olur, vəhdətdə olur. Ondan ayrı qalmır. Yəni yerlik hal tapdıqsa mənsubiyyət tapırıq. Yəni yerlik hal axtarırsa qarşısında mənsubiyyət axtarır. Mənsubi şərtsiz sözdən asılı olur. Yerlik hallı söz mənsubi şərtsiz asılı olur. Mənsubi şərtsiz sözlə birlikdə söz birləşməsi yaradır. Cümlə özü olur. Dəftərin üzü cırılıb. Nə edib cırılıb? Nə dəftərin üzü? Əgər elə olsaydı dəftərin üzü nə olacaqdı? Mübtəda söz birləşməsidir. Dəftərindəki nədir? Yerlik. Ü nədir bəs üzündəki ü? Mənsubiyyət. Bəli. Deməli, burada nədən asılıdır? Yerlik mənsubiyyətdən asılıdır. Sonra müəyyən yerlik hal ancaq xəbər olaraq müstəqil işlənir. Az öncə dediyim, məsəl üçün kitab anarımdır, yaxud da dəftər mənimdir bu formada. Qoşmalarla işləndikdə tamamlıq və zəflik olur. Sənin üçün gəldi. Sonra mənim kimi oxuyan. Deməli, nə deyir? Qoşmalarla işləndə tamamlıq və zəflik olur. Nə üçün gəldi? Sənin üçün gəldi. Bizim sizin əvəzlərlə işləndikdə müstəqil təyin də ola bilər. Məsəl üçün bizim kitab, hansı kitab? Burada bizim nədir? Hansı cümlə özüdür? Təyin. Yox, cümlə özü deyirəm. Bizim orada təyindir. Sonra qeyd eləmişəm, sualını qeyd eləmişəm. Bəzən yerlik hal, şərtsiz yerlik məzmun bildirməyə də bilər. Şagirdlərin 4-ü. Burada ın şərtsiz nə vardı? Yerlik məzmunu
Bildirməyi də bildi. Aydın oldu müəyyənli çal. Deməli, bir dənə ümumiləşdirək. Şəkilçisi nə oldu? In üstü 4, in. Bütün sözlərdə in şəkilçisi artırılır. Xeyr, 2 dənə sözümüz var ki, onların in forması artırılır. Hansı sözlərdə olar? Mən və biz əvəzlərinə 2 forması artırılır. Sonra müstəqil cümlə üzvü ola bilir, özü. Yox, müstəqil cümlə üzvü ola bilmir. Xəbər ola bilir müstəqil, amma digər formalarda yanındakı hansı sözün asılı olur? Hansı gəlir çalılı söz? Əla. Mənsubiyyət şəkli sözdən asılı olur. Yəni onunla bərabər cümlə üzvü olur, söz birləşməsi yaradır. Ya mübtəda olur, ya tamamlıq olur. İndi o qoşmalar işlənə bilir, yəni hallı söz. Bəli, qoşmalar işləyən hansı cümlə üzvü olur? Az öncə qeyd elədik. Zəflik olur, tamamlıq olur. Deyin, sərbəst deyin də. Nə var ki burada? Zəflik olur ya da tamamlıq olur. Sonra bəzən də təyin də ola bilər. İndi keçək qeyri-müəyyən yəli çala. Onu da deyəndə.